Döyüş meydanında Babək yoxsa Cavanşir? Babək. Babək yoxsa Qara Yusif? Qara Yusif daha yaxşı döyüşür məncə. Qara Yusif yoxsa Atabəy Şəmsəddin Eldəniz? Qara Yusif. Qara Yusif yoxsa Şah Abbas? Şah Abbasın mükəmməl taktikaları var, razıyam. Modernizasiyasının qəşəng yeridir, ordunu qəşəng böldü, sistemləşdirdi, amma yenə də döyüş meydanında Qara Yusif seçərdim. Qara Yusif yoxsa Abbas Mirzə? Abbas Mirzə də yaxşı reformçudur, əla ordu sistemi qurub, son dövr üçün böyük liderdir, çox sevdiyimiz bir adamdır. Yenə də Qara Yusif. Tərifli seçmirsən. Qara Yusif yoxsa Uzun Həsən? Uzun Həsən zəifdir, Qara Yusif. Qara Yusif yoxsa Qara İskəndər? Qara İskəndər yaxşıdır, onsuz da ata oldular, amma yenə də Qara Yusif. Qara Yusif yoxsa İmamqulu xan? İmamqulu xan çox təcrübəlidir, Səvi general olub, amma yenə də Qara Yusif. Qara Yusif yoxsa Şah İsmayıl? Hə, burada biraz işin rəngi dəyişir, çünki Qara Yusif hücumçudur, yaxşı tələyə sala bilir. Maraqlıdır ki, o Şah İsmayıl da onu eləyə bilir. Şah İsmayıl deyərdim, Şah İsmayıl. Şah İsmayıl yoxsa Cahanşah? Şah İsmayıl, Cahanşah biraz ehtiyatsız döyüşür. Şah İsmayıl yoxsa Məmməd Həsən xan Qacar? Məhəmməd Həsən xan Qacar yaxşı döyüşçüdür, amma Şah İsmayılın yanında yox. Şah İsmayıl yoxsa Ağa Məhəmməd xan Qacar? Ağa Məhəmməd xan Qacar dövlət işlərində də yaxşıdır, çox qəddardır, sistemlidir, ölkəni birləşdirdi, amma yenə də Şah İsmayıl xətayı. Şah İsmayıl yoxsa Fətəli xan Qubalı? Fətəli xan Qubal təbii ki, yox. Şah İsmayıl. Şah İsmayıl yoxsa Hacı Çələbi? Şah İsmayıl təbii ki. Hacı Çələbi yaxşı müdafiəçi. Dağa girdi, gələsən görəsən qalasına çıxdı, yaxşı müdafiə elədi, amma bilirsən balaca bir qalanı müdafiə eləmək, hə, müdafiə edib uğur qazana bilərsən, amma döyüş meydanı idarə etmək, Şeybani xanını burada tutmaq, bütün İranı birləşdirmək təbii ki, Şah İsmayıl. Boss mod gəlir. Şah İsmayıl yoxsa Nadir Şah Əfşar? Nadir Şəfşər. Nadir Şəfşər meydanda, savaş meydanında ümumiyyətlə çox az rastlaya biləcəyimiz şəxsiyyətdir. Şah İsmayıldan da bir neçə pillə yuxarıdır. Yəni bir pillə yox, bir neçə pillə yuxarıdır. Nadir Şəfşər təbii ki. Nadir Şəfşərin Bağdad döyüşü, Nadir Şəfşərin Əfqanlara qarşı döyüşü, Hindistandakı döyüşü, Heydər keçidindəki döyüşü, bunlar çox üst səviyyədir. Ona görə təbii ki, Nadir Şəfşər.